Məni nəsə bu qəbir çəkdi ki, yəni bura yaxınlaşım, özüm də bilmədən niyə. 32 il sonra bu ərazidən tapıldı. 32 il ümidlərini üzmədilər. Nə zamansa qardaşının nəşinin qalıqlarına toxunacağı günü Səfərovlar ailəsi səbirsizliklə gözlədi. Nəhayət 2024-cü il sentyabrında xəbər gəldi. Ağdərə rayonu Sırxavand kəndi. Bu ərazidə 1992-ci illərdə şiddətli döyüşlər getdi. Həmin döyüşlərdə iştirak edən və şəhid olmuş Səfərov Səfəralı Alverdoğlunun nəşi 32 il sonra bu ərazidən tapıldı. Səfəralı Səfərov 29 sentyabr 1992-ci ildə şəhidlik zirvəsinə ucalır. Nəşrin qalıqları 20 sentyabr 2024-cü ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edildi. 32 il sonra şəhidinə qovuşan doğmalarının, Səfəralının həlak olduğu, ən əsası da qalıqlarının tapıldığı yerə getməyinin çətinliyi çox ağırdı. Ümid sonda ölür oğlum, ancaq ümidimiz var idi. Bu qədər də yəni uzun müddəti gözləmək istəmirdik biz. Mən dəfələrlə çox yerlərə müraciət elədim, ancaq heç bir nəticə ala bilmədim. Sonunda prezidentimizə təşəkkür edirəm ki, bu DNT testlərin yəni çıxartdılar bizdən. Qardaş bacıdan DNT testləri götürüldü. O testlər əsnasında qardaşımın quru nəşi də olsa çox şükür ki, tapıldı. O məndən böyük qardaşım idi. Qardaşlarımın ən balacası idi. Anam və mən bir də qardaşım kənddə yaşayırdıq. 1988-ci ildə ermənilər kəndə hücum eləyəndə ona pis təsir elədi. Çünki anamla mən qalırdım kənddə. Onun da 15 yaşı var idi. Hər dəfə anama deyirdi ki, sən bacımı götür çıx da. 1973-cü ildə qədim Azərbaycan torpağı olan Qafan şəhərində doğulan və doğma yurdunu 15 yaşında məcburi tərk edən Səfəralda qisas hissi heç zaman sönmədi. Nəhayət 1992-ci ildə vətən uğrunda yola çıxdı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, bütün əsgərlərimizi Allah təala qorusun. Allah prezidentimizə də can sağlığı versin. Ona görə ki, bu qərarı çıxartdı, bu axtarışlar, hər şey öz yerində getdi. Biz qardaşımızı Şəhidlər Xiyabanında dəfn eləmişik. Bunu da gəlib şəhid olduğu yerdə onun yerin ziyarət eləməyimiz arzumuz idi. Amma hər yerdə mən qardaşımın ayaq izlərini, necə deyim, yəni onların o gəzdikləri yerləri, o ağır yüklərlə gəzdikləri o çətinliklər gözümün qabağına gəlir. Ondan bizə ancaq 2 xatirə qaldı. Bir o şəhid olduğu yer, bir də ancaq şəkilləri, başqa heç nə. Azərbaycan ordusunun tarixi zəfəri nəinki işğalda olan ərazilərimizi, vətən torpağının əmanət saxladığı şəhid nəşinin qalıqlarını da doğmalarına qovuşturdu. İndi bu möhtəşəm ərazilərimizdə məğrur, üç rəngli bayrağımız dalğalanır.